Magar salam. Bu dəfə qaranlıq şəxsiyyət başlığı altında zorakılıqdan danışırıq. Faydalı olacağına inandırıq, ona görə də gözünüz bizdə olsun. Qonağımız psixoloq, psixoterapevt Afaq Məmmədovadır. Xoş gəlmisiniz. Xoş gördüm. Afaq xanım, biz qaranlıq şəxsiyyətdən danışırıq. Gəlin ən başda müəyyənləşdirməyə çalışaq. Qaranlıq şəxsiyyət nədir? Qaranlıq şəxsiyyət, ümumiyyətlə belə bir nəzəriyyə var. Qaranlıq triada üçlü şəklində. Bir tərəfində narsizm, bir tərəfində makiavellizm, digər tərəfində isə psixopatiya dediyimiz bu üç faktoru birləşdirir və bunları biraz açmaq istəyirəm. Narsizm deyəndə nə nəzərdə tutulur? İnsanın özünə qarşı sevgisi, amma patoloji şəkildə bir sevgidir. Bu digərlərini əzərək, müəyyən zərərlər verərək və bizdə olan, məsələn, o insanların bizə heyranlıq duyğusu, bunu əldə etməyimiz üçün olunan bir faktordur. İkincisi, daha strateji davranma, yenə də burada istədiyimizi əldə etmək üçün insanlara zərər vermək, amma manipulyasiyalar edərək, qarşı tərəfi zəif vəziyyətə qoyaraq əldə etdiyimiz, yəni istədiyimizi əldə edirik bu yerdə. Üçüncüsü, psixopatiya isə empatiyanın olmaması və qarşı tərəfi anlaya bilməmə. Yəni hər üçünün əslində kökünə baxanda istədiyimizi əldə edirik, amma necə əldə edirik? Başqalarına zərər verərək edirik və bu da bizim şəxsiyyət olaraq o qaranlıq tərəfimizi bir növ üzə çıxardır. Baxın Afaq xanım, bu qaranlıq şəxsiyyətin sadaladığınız həmin o üç tərəfi həmişə məqsədyönlü baş verir, yoxsa bəzən bu proses əslində bizdən qaynaqlanmır? Belə bir məsələ var. Məsələn, ümumiyyətlə bu biraz mən kökünə gedəcəm bu məsələnin. Bu tip davranışlar iki cür formalaşa bilir. Biri hər bir vəziyyətdə olduğu kimi genetik faktorlar öz sözünü deyir. İkinci isə erkən uşaqlıq dövründə öyrənilən bir rol model, bir davranış kimi bunu biz götürə bilərik. Məsələn, əgər erkən uşaqlıq dövründə, məsələn 3 yaşdan 6 yaş arası biraz daha o dönəm üçün o sosiallaşma dönəmi dediyimiz daha kritik bir vəziyyətdir və əgər burada uşaqlar davamlı şəkildə zorakılığa məruz qalırsa, davamlı şəkildə o xaosu görürsə evdə, təbii ki, onun üçün artıq problem həll etmədə bir zorakılıq davranışını belə deyək də göstərmək olacaq və bunu bir yerdən sonra artıq məqsədli şəkildə formalaşdıracaq. Bir də başqa davranış forması yoxdur, bilirsinizmi? Görməyib çünki. Ona görə onu tətbiq etməyə davam edir. Amma bəzən də insanlar bunun fərqində olmadan edirlər. Əsasən də o emosional manipulyasiya dediyimizi bilmədən formalaşan bir davranışdır. Bunun fərqində olaraq, tənqidi ona yanaşaraq təbii ki, bunu dəyişmək mümkündür. İstənilən halda bu proses, bu hal bizdə ona görə baş verir ki, biz əslində çıxış yolu kimi görürük bu prosesi, düzdür? Tam elə deməzdim. 50% hardasa onu təşkil edir. Digər hissə isə genetik faktorlara payına düşür. Çünki bu biraz da beyində gedən mexanizmlərlə də bağlıdır. Məsələn, amigdala var. Bizdə qorxu və emosional reaksiyaya cavab verən bir hissədir. Eyni zamanda bu da prefrontal korteks, alın payımız dediyimiz. Burada biz əsasən nə edirik? Qərar vermədir, hər hansısa bir prosesi analiz etməkdir, təhlil etməkdir. Zorakılığı törədən şəxslərdə bu proseslər biraz daha zəif inkişaf etmiş olur. Bu da həm ailədə baş verən proseslərlə əlaqəlidir, həm də genetik faktorlarla əlaqəlidir. Yəni hər iki tərəfdən əslində təsirlənir deyə bilərik. Onda bizim əsəbi halımız bizim intellektimiz haqqında çox şey deyir, düzdür? Yəni biz deyə bilərik ki, əsəbi insanlar daha az intellektualdılar. İntellektlə dedikdə emosional intellektə bunu bağlaya bilərik. Amma bu da nə ilə bağlıdır? Emosiyalarımızı idarə etməklə bağlıdır. Bunu da biz öyrənirik yenə də. Baxın, yenə öyrənilmiş bir davranışdır. Yəni bizə erkən uşaqlıq dönəmində şəxsiyyətimizin formalaşdığı dönəmdə emosiyamızı, məsələn, biz bir şeyə sevinirik, tamam, ya da bir şeyə üzülürük və ağlamağa başlayırıq. Çox vaxt eşitdiyimiz söz nədir? Ağlama. Oğlan uşağı ağlamaz, qız uşağı işte göz yaşını göstərməz və s. və bizdə belə bir şey formalaşır ki, mən emosiyalarımı göstərməsəm daha yaxşı olar. Çünki göstərəndə sanki bir problem yaranır. Və istər-istəməz Sigmund Freuda bir istinad etsək, o deyir ki, bastırılmış hər bir şey bizdə müəyyən bir problem, patologiya yaradır. Və biz emosiyalarımızı bastırdıqca müəyyən yetkinlik dönəmində o bizdə zərərli bir davranışa çevrilir və biz bunun fərqində olmuruq çox zaman. Yəni hardasa bunu emosional əslində intellektə bağlaya bilərik. Amma emosional intellekt həmçinin nə ilə bağlı? Məsələn, insanları anlamaqdır, empatiya qurmaqdır. Bəzən bunun da aşırı
doza qaça bilir. Yəni fədakarlığı artıq gedib çıxa bilər, amma bunu orta bir məxrəcə saxlamaq mümkündür. Bəs necə fikirləşirsiniz? Empatiyasızlığın özü qaranlıq şəxsiyyətin ilk əlaməti ola bilər? Bəli, bəli. Yəni psixopatiya qrupuna aid dediyimiz o hissəyə empatiyanın olmaması, insanları anlamamaq, anlamaq istəməmək və bunun nəticəsində də onlara zərər verməyə davam etmək. Çünki burada istədiyimizi əldə edirik və o istədiyimizi əldə edəndən sonra da bir həzz duyğusu gəlir bizə, bir həzz hissi gəlir. Bunun nəticəsində biz o davranışı davam elətdiririk. İlk suala cavabınızda siz narsizmin özümüzü sevməyin patoloji hal aldığı bir vəziyyət olduğunu vurğuladınız. Bəs biz insanlar nə vaxt artıq narsist olduğumuzu başa düşə bilərik? Özümüzü sevmək nə vaxt patoloji hal almağa başlayır? Yaxşı sualdır. Belə bir məsələ var. Ümumiyyətlə hər şeyin patoloji hal deyəndə biz nə nəzərdə tuturuq? Əgər bizim funksionallığımız pozulursa və qarşı tərəfin, insanların da sərhədini pozuruqsa, onlara zərər veririksə, istənilən bir hal burada patologiya hesablana bilər, sayıla bilər. Özünü sevmə nə vaxt patologiya olur? Bayaq da qeyd etdiyim kimi, biz özümüzü o qədər belə deyək də, biz özümüzü zaten, yəni sevdiyimiz üçün özümüzü mərkəzə qoyuruq. Bu normaldır, amma bəzən o aşırıya qaçır, özümüzü sevmə yolunda atdığımız davranışlar başqasına zərər verməyə başlayırsa. Məsələn, ancaq özümüzü düşünürüksə, başqalarının nə hiss edəcəyini, nə düşünəcəyini daha çox hisslərlə bağlıdır bu. Çünki hisslər, yəni pis hiss edə bilər, qırıla bilər, üzülə bilər. Bunu biz düşünmürük. Əsas mənə yaxşı olsun deyib, yenə istədiyimizi əldə edirik. Məsələn, narsistik şəxsiyyət pozuntusu dediyimiz bu bir diaqnozdur və hal-hazırda da sosial şəbəkələrdə bu çox yanlış formada əslində yayılır. Yəni hər özünü seçən, hər sərhəd qoyan narsist deyil. Yəni hər hissini ifadə edən isterik deyil. Yəni bu konkret bir kriteriyalar var ki, hansı ki ona uyğun olaraq qoyulur və burada daha çox nədir? Manipulyativ davranışlar, qarşı tərəfin hiss emosiyalarını görməzdən gəlmək. Yəni məsələn qarşı tərəf qarşımızda ağlayır, üzülür, özünü ifadə edir, amma biz bunun heç bir reaksiya vermirik və yenə də öz bildiyimizi deyirik, öz istəklərimizi burada bildiririk və deyirik ki, mən özümü çox sevdiyim üçün, çünki mən bir dənəyəm, məndən yoxdur, mən istəyirəm ki, hər şey mənim üçün olsun. Baxın, bu sözlər və davranışlar qarşı tərəfə zərər verdiyi üçün, qarşı tərəfi keçirtdiyi üçün hardasa bunu artıq patologiya saya bilərik və tək bir nəfərin həyatında yox, həyatımızda bir neçə nəfərə bu zərər dəyməlidir ki, biz deyək ki, hə, bu artıq patoloji bir haldır. Çünki funksionallıq pozulur bu yerdə. Bəs məhz bir şəxsə yönələ bilər? Belə hallar necə olur? Bu daha çox bilirsiniz, düşüncə ilə bağlıdır. Yəni bir şəxsə bunu eləyiriksə, oradan aldığımız bir ehtiyac var deməkdir. Yenə də zərər veririk. Təbii ki, bu zərərli bir davranışdır, düzgün bir şey deyil, amma o insandan da nə alırıq? Hansı ehtiyacımız orada qarşılanır ki, biz bu davranışı yerinə yetiririk, ona baxmağımız önəmlidir. Sizcə bu kriteriyalar zamana, dövrə, əsrə görə necə dəyişir? Dəyişir ümumiyyətlə? Belə bir məsələ var. Ümumiyyətlə patoloji hallar biraz belə deyək, pozuntuları deyək də. Pozuntuların diaqnostikasında müəyyən məsələn beynəlxalq xəstəliklərin beynəlxalq təsnifatı deyə bir qurum var, hansı ki biz onlara nəzərən diaqnostikanı, müayinəni aparırıq. Və oradan baxsaq, məsələn 20-ci əsrin əvvəlindən bu yana bir neçə dəfə bu içəriyi tərkibi dəyişib. Və zamana uyğun olaraq, cəmiyyətin bu arada ehtiyaclarına uyğun olaraq, cəmiyyətdəki davranışlara uyğun olaraq orada bəzi kriteriyalar bəzən çıxarılır, bəzən əlavə olunur. Yəni burada daha çox bu təbii ki, araşdırma və tədqiqatlara bağlı olan bir şeydir. Cəmiyyətdə müəyyən hissələr üzərində araşdırmalar aparılır, tədqiqatlar aparılır və belə nəticə çıxarılır. Və bəli, sualınıza belə cavab verəsi olsam, dəyişə bilir. Ola bilər ki, məsələn, hal-hazırda narsistik şəxsiyyət pozuntusunun 9 dənə kriteriyası var. Bir 10 ildən sonra o 5-ə də düşə bilər, 13-ə də qalxa bilər. Bəzi, məsələn, diaqnostik metodlar var ki, Amerikada o kriteriyalar pozuntu hesab olunur, amma Avropada hesab olunmur. Yəni bu hətta ölkədən ölkəyə, cəmiyyətdən cəmiyyətə bəli dəyişə bilir. Yəni bu etnopsixoloji məsələlər var, mədəniyyət məsələləri var deyə bunlar dəyişkəndir. Hətta bəzi ölkələrin özünə məxsus pozulmaları da var.
Hansı ki o bizdə görünmür. Azərbaycanda məsələ yoxdur. Amma məsələn Yaponiyada, Çində, Asiyada, Asiya ölkələrində orada daha çox bunlar yayılıb. Mədəniyyət və etnopsixoloji faktorlar, yəni onların gəldiyi, hardan gəliblər, hansı formada yetişdirilib, bura hətta mentaliteti də biz qata bilərik ki, bunlar hər biri cəmiyyəti formalaşdırır və eyni zamanda da orada baş verən patoloji halları da hardasa üzə çıxardır. Uşaq vaxtı zorakılığa məruz qalmış, yaxud mütəmadi olaraq zorakılıq müşahidə edən şəxslər sonra böyüyəndə zorakı şəxs olur. Bu belədir və əgər belədirsə də bizim bu cür adlandırmağımız həmin insanları damğalamış olmur. Əvvəldə qeyd etdiyim belə bir şey var idi ki, bəzi davranışlar var ki, biz onları öyrənirik. Və əgər erkən uşaqlıq dövründə bir uşaq davamlı şəkildə zorakılığa məruz qalırsa ya da buna şahid olursa, yəni ailədə məsələ ana ataya qarşı zorakılıq edir və uşaq bunu görür, şahidi olur. Biz buna şahid travması deyirik. Və onun üçün artıq problem həll etmə yolu şiddət olur. Məktəbdə hər hansısa bir şey xoşuna gəlmirsə, söyüş söyə bilər, kiməsə fiziki zorakılıq törədə bilər, bir yerdən sonra artıq emosional olaraq bullying edə bilər və s. Amma bunun bir də digər tərəfi var. Bəzən İnsanlarda belə bir şey olur. Onlar iki hissəyə yəni bölünürlər bu yerdə. Bəziləri var deyir ki, məsələn mən atam kimi olmayacağam və daha yəni inkişaf etməyi, daha o davranışları dəyişməyi, daha funksional davranışlar öyrənməyi seçir. Digəri isə bu təbii ki, fərqindəlikdən asılıdır. Fərqindəliyimiz nə qədər yüksəkdirsə, vəziyyətə nə qədər tənqidi yanaşa biliriksə, bir də hardasa seçimdir əslində. Seçirik biz bunu. Digər tərəf isə zorakılığı seçir və bəli, zorakılığın uşağın həyatında olması ya da ümumiyyətlə buna bir şahid olması gələcəkdə də onun bunu tətbiq etməsinə təəssüflər olsun ki, təsir göstərir. Atam kimi olmayacağam demək kömək eləyir, axı genetik faktorlar da rol oynayır. Burada yəni belə bir şey var. Genetik faktorlar 50% təşkil edir. Digər hissə bir 10%, 40% bizim özümüzdən asılıdır. 10% isə ətrafdan, çevrədən asılıdır. Yəni bayaq qeyd etdiyim kimi biz onun zərərli olduğunu görürük. Onun bizə bir faydası olmadığını, ətrafdakı insanlarla ünsiyyətimizin, kommunikasiyamızın qopmasına gətirib çıxartdığını gördüyümüz üçün artıq düşünürük ki, burada nəsə yolunda getmir. Bir də bəzən insanlarda olur, yəni hər kəslə bir qopuqluq yaşayır və bəzən insanlar düşünür ki, burada bir düşünmək lazımdır. Nəsə bir yolunda getməyən bir şeylər var. Və onu analiz etdikcə, yəni tətbiq elədikcə müəyyən davranışları görür ki, məsələn, özündən əslində başlamalıdır müəyyən şeyləri dəyişdirməyə. Amma bəzilərimiz də bəli, yəni bunu yenə də deyirik bir də ki, atam kimi olmayacağam. Amma həyat elə gətirir, şərait elə gətirir, bəzən mühit də mühüm rol oynayır. O olmayacağam deyirik, amma ən belə deyək də yenə də gedib oxşarını çəkirik öz həyatımıza ya da oxşar davranışları göstərməyə başlayırıq. Bu da yenə də bayaq qeyd etdiyim kimi öyrənilmiş bir davranışa bir söz var, yəni sistemimiz başqa bir şey tanımır çünki görməmişik. Sistem nəyi bilirsə, nəyi tanıyırsa ona daha rahat gedir. O birinci onu həyatımızdan çıxartmaq üçün də o sistemi dəyişməyimiz önəmlidir. O da bizdən asılıdır. Düşüncəmizi, davranışlarımızı dəyişdirərək, daha çox edib möhkəmləndirərək daha sağlam belə deyək, əlaqələr qura bilərik. Qaranlıq şəxsiyyət pozuntusu olan şəxs necə öz psixoloqu ola bilər? Ümumiyyətlə hər şeydən əvvəl maarifləndirmə çox güclü bir alətdir. Yəni müəyyən bir məsələlərlə bağlı araşdırmaq, bu barədə oxumalar etmək, ətrafdakılarla müzakirə etmək, əgər şərait və fürsət varsa, mütləq şəkildə bir mütəxəssislə də danışmaq önəmlidir. Amma ən başdan başlasaq, yenə də mən birinci etapa maarifləndirməni qoyardım. Çünki müəyyən bir məsələ ilə bağlı tənqidi düşüncəmiz yaranmadan, bir şeyləri analiz etmədən, bir şeyləri görmədən biz hazır deyiliksə, nə qədər terapiyalara da getsək, nə qədər həkimlər yanında da olsaq, bu bir nəticə verməyəcək. Ona görə bizim özümüz də hazır olmalıyıq. Bunu görməliyik ki, mən zərər verirəm özümə və ətrafımdakı insanlara.
bunu dəyişməyim lazımdır. Bunu da necə dəyişə bilərəm? Özümdən başlaya bilərəm. Kimsə mənim yerimi, mənim davranışımı dəyişə bilməz. Axı mən onu görürəm, mənim tətbiq etdiyim bir şeydir və bu mənim məsuliyyətimdədir. Yəni o məsuliyyətin bizdə olmasını anlaması. Amma bunu hətta ətrafdan insanlar da müşahidə edərək, yenə bir məlumat ötürərək qarşı tərəfə ən azından bir fərqindəlik yarada bilər. Afaq xanım, çox sağ olun. İştirakınız üçün təşəkkür edirik və müzakirənin doğrudan da faydalı olduğuna inanırıq. Təşəkkür edirik. Çox təşəkkür edirəm dəvətiniz üçün. Xoş oldu. İçimizdə böyütdüyümüz Hannibal Lecter haqqında süjetimiz var. Hannibal Lecter son dərəcə ağıllı, məlumatlı və nəzakətli obrazdır. O latın dilində danışa bilir, klassik musiqidən zövq alır, yaxşı rəssamdır. Bu obrazın xarizması onu mənfi obraz olmaqdan uzaqlaşdırdı. Hətta Hannibala haqq qazandıranlar da var, çünki o öldürəndə qurbanını ölümünün səbəbini də izah edir. İnsanlar Hanniballa empatiya qurur. Bəs bu niyə pisdir? Çünki film və seriallarda mazoxist meylləri olan yamyam insanların normallaşdırılması cəmiyyətdə qaranlıq şəxsiyyət tiplərinə qarşı simpatiya yaradır. Bu simpatiya isə onlara bənzəməyə çalışmaq, yeni Hanniballar yaratmaqla nəticələnə bilər. Hannibal içimizdə qaranlıq estetikaya çevrilən güzgüdür. Biz Hannibalı sevirik, çünki o bizə göstərməkdən qorxduğumuz tərəfimizi susaraq danışdırır. Qorxulu deyil, tanışdır, yad deyil, içimizdədir. İndi isə maariflənmək vaxtıdır. Görək bu dəfə maglarımız bizim üçün hansı rubrikanı hazırlayıb. Bugün Salvador Dali'nin Yaddaşın dəyişməsi və Tahir Salahovun Sənə bəşəriyyət əsərlərindən danışacağıq. Həmçinin incəsənətdə zaman və yaddaş anlayışına toxunacağıq. Salvador Dali bir gün günəşin altında əriməkdə olan Camembert pendirinə baxır və öz-özünə düşünür. Zaman da belə əriyə bilərmi? Bu hadisədən sonra Salvador Dali Yaddaşın dəyişməsi əsərini 1931-ci ildə tamamlayır və həmin əsəri bir il sonra $250 qarşılığında satır. Əsər hazırda New York Milli İncəsənət Muzeyində sərgilənir. Əsərdəki boş səhralıq insan zehninin təkliyini, əriyən saatlar isə zaman anlayışının necə nisbi və dəyişkən olduğunu göstərir. Havada uçan nəhəng çılpaq yarı ilahi, yarı insanlar. Tahir Salahovun özünün də dediyi kimi bu rəsm qeyri-şuri yaradılıb. Tahir Salahov insanın kosmosa uçuşundan 2 il əvvəl gecənin bir vaxtı yuxudan ayılır və kosmik səmada ulduzlar arasında uçan antik çöhrəli kişi və qadın eskizi çəkir. Az sonra həmin eskizi kətan üzərinə köçürür və məhz ilk kosmonavt Yuri Qagarinin kosmosa uçduğu gün sərgidə nümayiş etdirir. Fantastik xarakter daşıyan bu əsər insanın gücünü, öz məqsədinə çatmaq qətiyyətini, polad iradəsini əks etdirir. Əsər hazırda Azərbaycan Milli İncəsənət Muzeyində sərgilənir. Gənclər harda? Mag orada. Magda xəbər vaxtıdır. Ötən günlərdə Şağan Olimpiya İdman kompleksində Dünya Robot Çempionatının Azərbaycan üzrə seçmə mərhələsinə hazırlıq keçirilib. Müsabiqəyə sayılı günlər qalıb. İştirakçılar üçün sonuncu təlim günüdür. Komandalar son hazırlıqlarını görür, ideyalarını təkmilləşdirirlər. Hər detal, hər saniyə əhəmiyyətlidir. Bugün burada Dünya Robot Çempionatının son hazırlıq mərhələsi üçün toplaşmışıq. Bildiyiniz kimi ikinci dəfədə keçiriləcək Dünya Robot Çempionatı bu illərdə 28-29 iyun tarixində Bakı Əli Oyunları Sarayı və Şağan Olimpiya kompleksində yarışlarımız baş tutacaq. Yarışdan əvvəl komandalarımız buraya son dəfə toplaşmağa gəlib robotlarını test edirlər, qurğularını, dronlarını sınaqdan keçirirlər. Bu il çox maraqlı konsepsiyada 5 kateqoriya üzrə yarışlar bizi gözləyir. Burada robot futbol, dron, xətt izləmə robotları, robotların mübarizəsi, qaydasız robot döyüşləri,
robot soccer, drone soccer kimi yarışlar bizləri gözləyir. Bu dəfəki iştirakçılar barədə nə deyə bilərsiniz? Bu dəfəki iştirakçılar 20 bölgədən 760 gənc yarışmada iştirak edəcək. Xankəndidən Oğuza ölkəmizin bir çox istiqamətində gənclər iştirak edəcəklər. Çox maraqlı bir şəkildə hazırlıqları var. Sənaye yönümlü, robotexnika istiqamətində, kənd təsərrüfatı istiqamətində müxtəlif seqmentdə robotlar hazırlayırlar. Biz əvvəl aerobotda hazırlaşdıq və indi gəlmişik bura. Son məşqimizdir və burada eləyəcəyik. Çox həyəcanlıyıq. Bots Combat kateqoriyası üzrə 15 kiloqramlıq çəki dərəcəsinə hazırlaşıram. Bizim komanda adımız RoboVolvus'dur. Hal-hazırda biz müəyyən işlər görürük robotumuzda və robotumuzun prototipi tamamilə hazırlanıb və robotumuzun yekun mərhələsi hazırlanmaqdadır və hal-hazırda öz robotumuza yarışa çıxmışıq və çox həyəcanlıyıq. Mən Ultimate Army komandası ilə birlikdə RC Craft kateqoriyası üzrə yarışmada Azərbaycan finallarında iştirak edirik. Bizim komandamız İRIA təqaüd proqramı çərçivəsində bir sıra təlimlərdə iştirak etmişdi. Bu təlimlərdə biz nəzəri və praktiki yeniliklər öyrənmişdik. Hansı ki bu yeniliklər nəticəsində biz Su-31 təyyarəsinin kiçildilmiş modelini hazırlamışıq. Dostlar, ən sürətli iştirakçılardan biri bizimlədir. Ruslan, biz eşitdik ki, siz bu təyyarəni bir həftə ərzində ərsəyə gətirmisiniz. Necə etmisiniz? Mənim qabaqcadan böyük təcrübəm olduğu üçün 9-cu sinifdən aviamodelçilik ilə məşğul oluram və 9-cu sinifdə birinci Özbəkistanda başladım. Özbəkistan Respublikası Daşkənd şəhərində və orada böyük yarışmalarda iştirak eləmişəm və uğurla birinci, ikinci yerləri almışam və bugünkü gündə mən sırf Aviasiya Akademiyası üçün ölkəmi dəyişmişəm. Aviasiya Akademiyasında başlamışam aviamodelçiliyə. Keçən ilki təcrübəmə əsasən VRC yarışmasında ikinci yerə layiq görülmüşdüm və bu il düşünürəm ki, inşallah birinci yer qazanarıq və beynəlxalq yarışmalarda iştirak edirik. İRIA təqaüd proqramında iştirak edirəm və indi də VRC yarışının finallarında iştirak edirəm. Drone məktəbi kateqoriyası üzrə yarışıram. Yarışdan gözləntim yaxşıdır, yer tutmaq arzulayıram, rəqiblərimə də uğurlar arzulayıram. Mən bugün drone kateqoriyasına hazırlaşıram. İndi də bir çox nəticələr əldə edəcəm. İnanıram ki, yarışda birinci yerdə olmasa ikinci yer tutacam. Düzdür, iştirakçılar çox iddialıdırlar. Gəlin görək hakimlər nə deyir. Şamil müəllim, son məşq günü necə keçir? Mən deyərdim ki, normal, yəni ki, bu sınaq uçuşlarıdır bugün. Sınaqdan keçirlər bu uşaqların gələcəkdə 28-29-u əsas yarışlarımız keçəcək. Bu günlər bir növ yoxlayırdıq görək nə tər hazırlaşıblar. Bugünkü hava şəraiti məşqə mane oldu. Bəli, təyyarə modellərinə çox təsir eləyir. Çünki modellər yüngüldür. Külək, onu necə deyərlər, özü idarə eləyir. Pilot ha çalışır, onu düzəltsin, külək qoymur. Gərgin, lakin həyəcanlı bir atmosfer var. Çünki uzun və zəhmətli hazırlıq mərhələsi sona çatıb. Gənc mühəndislər böyük həyəcan və inamla yarış gününü gözləyirlər. Amma onlar üçün hədəf qalibiyyət deyil, öyrənmək və irəli getməkdir. Belə dostlar, bu dəfə qaranlıq şəxsiyyətdən danışırdıq. Əgər belə patoloji hallara sahib olduğunuzu düşünürsünüzsə, mütləq psixoloqa yaxud psixoterapevtə müraciət etməyi unutmayın. Eyni zamanda bizim sosial media hesablarınıza da öz fikirlərinizi yaza bilərsiniz. Əmin olun, siz də empatiya quracaq və birlikdə faydalı müzakirə aparmağa həmişə hazır olacağıq. Bu gün isə bizdən bu qədər. Hələlik.